Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bugünkü mövzumuz inteqrasiya mövzusudur. İnteqrasiya termininin mənası müxtəlif mənalar ifadə edə bilər. Müxtəlif, yəni sahələrdə inteqrasiya müxtəlif mənalar ifadə edir. Ümumiyyətlə, inteqrasiya ayrı-ayrı elementlərin, sistemlərin vahid şəkildə birləşməsi mənasını ifadə eləyir. İnteqrasiya, iqtisadi inteqrasiya var, təhsil inteqrasiyası var, sosial inteqrasiya var və sair müxtəlif sahələrdə inteqrasiya mövcuddur. İnteqrasiyanı başa düşmək üçün sadə dildə desək, inteqrasiya əlaqələndirmə deməkdir. Hər hansı məsələ bir mövzunun digər mövzu ilə və yaxud da hər hansı bir fənnin digər fənnlə əlaqələndirilməsini biz inteqrasiya deyirik. İndi isə baxırıq. Deməli, inteqrasiya özü 3 əsas yerə ayrılır. Fən daxili inteqrasiya, fənlər arası inteqrasiya və fənnüstü inteqrasiya. Nədir fən daxili inteqrasiya? Baxın, fən daxili inteqrasiya dedikdə adından da məlum olduğu kimi fən daxilində, yəni eyni bir fənnə aid olub, həmin fənnin daxilində əlaqələndirmədən burada söhbət gedir. İnteqrasiya olunmadan söhbət gedir. Lakin burada sual ortaya çıxır. Fərz edək ki, misalımızı götürək Azərbaycan dili fənnindən. Azərbaycan dili fənninin daxilində inteqrasiya biz ediriksə, bu inteqrasiya iki formada ola bilər. Bunlardan birincisi, fərz edək 5-ci sinif şagirdləri Azərbaycan dili fənnindən 1-ci mövzu ilə 5-ci mövzu arasında deməli, mövzuları bir-biri ilə əlaqələndirirlər, inteqrasiya edirlər və öz bilik bacarıqlarını bunun üzərində deməli, formalaşdırırlar. Bir də var ki, fikir verin, biz burada dedik 5-ci sinifdə 1-ci və deməli 5-ci və yaxud da fərqi yoxdur, 6-7-ci mövzuları şagirdlər bir-biri ilə əlaqələndirir. Bir də var, 5-ci sinif şagirdləri Azərbaycan dili fənnində keçdiyi mövzuları 6-cı sinifdə keçdikləri mövzu ilə əlaqələndirirlər. Azərbaycan dili fənni ilə və yaxud da 7, 8, 10, 11-ci sinifdə Azərbaycan dili fənni ilə əlaqələndirirlər. Yenə də eyni bir fənnə aiddir. Lakin burada əsas fərq ondan ibarətdir ki, birində biz eyni sinif daxilində mövzuları bir-biri ilə əlaqələndirdik. Bir də biz eyni fən daxilində müxtəlif siniflər üzrə biz əlaqələndirmə apardıq. Ona görə də biz inteqrasiyanı, yəni fən daxili inteqrasiyanı deməli, iki əsas yerə ayırmalıyıq, bölməliyik. Çünki bu fən daxilində inteqrasiya, məsələn, Azərbaycan dili fənnində inteqrasiya həm eyni sinifdə, belə deyək, mövzuların arasında inteqrasiya oluna bilər. Həm də ki, sinifdən sinifə keçdikcə mövzular bir-biri ilə eyni fən daxilində, məsələn, Azərbaycan dili fənnində inteqrasiya oluna bilər. Ona görə də fən daxili inteqrasiya bizdən tələb edir ki, biz fən daxili inteqrasiyanı buna əsasən iki əsas yerə ayıraq. Və iki əsas yerə ayırdıqda bizim deməli, qarşımıza üfüqi və şaquli inteqrasiya anlayışı çıxır. Nədir üfüqi inteqrasiya, nədir şaquli inteqrasiya? Üfüqi inteqrasiya mövzuların eyni sinif daxilində əlaqələndirilməsidir. Fərz edək, bayaqki misalımızı götürək. 5-ci sinif şagirdləri, belə deyək, Azərbaycan dili dərsində hər hansı bir mövzunu keçirlər, hər hansı bir bölməni keçirlər. Daha sonra növbəti bir mövzunu, növbəti bir bölməni keçdikdə onları bir-biri ilə əlaqələndirirlərsə eyni sinif daxilində, bu üfüqi inteqrasiya adlanır. Yəni, belə deyək, birbaşa bu şagirdlərin biliklərinin möhkəmləndirilməsinə yönəlmiş inteqrasiyadır. Baxın, burada biz mövzuların eyni sinif daxilində əlaqələndirilməsi, fənnin müxtəlif bölmələri arasında əlaqələndirmə, biliklərin möhkəmləndirilməsi qeyd etmişik. Üfüqi inteqrasiya, baxın, bunu təsəvvürümüzdə canlandırmaq üçün belə bir deməli, fikir formalaşdıra bilərik. Üfüq anlayışı nə deməkdir? Yəni, üfüqə doğru, yəni soldan sağa doğru bunu təsəvvürünüzdə canlandıra bilərsiniz ki, soldan sağa doğru
məsələn 5-ci sinif şagirdləri bir mövzunu bu bölmədə məsələn sadə formada keçdikdə, daha sonra digər bölmədə getdikcə bilikləri mürəkkəbə doğru gedir, asandan çətinə doğru gedir və mövzuları neynirlər? Sağdan sola doğru, yəni üfüqi formada, yəni bir-biri ilə neynirlər? Əlaqələndirirlər. Yəni inteqrasiya etmiş olurlar. Üfüqi inteqrasiya eyni sinif səviyyəsində biz dedik ki, müxtəlif deməli məzmunlu, müxtəlif məzmunların, müxtəlif bölmələrin bir-biri ilə əlaqələndirilməsi deməkdir. Və burada sinif səviyyəsi qətiyyən dəyişmir. Yəni bu eyni sinifə aiddir. Məsələn, bu 5-ci sinifdədirsə, 5-ci sinifdə mövzuların bir-biri ilə əlaqələndirilməsidir. Və onda qeyd edək ki, bu paralel şəkildə, yəni bayaq qeyd etdiyimiz nümunədə soldan sağa doğru üfüqi formada inteqrasiya olunur. Yəni qarşılıqlı formada tamamlayıcı rol oynayır. Bu olur deməli fəndaxili üfüqi inteqrasiya. Bir də var fəndaxili şaquli inteqrasiya. Fəndaxili şaquli inteqrasiya bu artıq şagirdlərin belə deyək, bacarıqlarının siniflər üzrə pilləli inkişafı deməkdir. Burada artıq sinif səviyyəsi dəyişir. Bayaqları biz sinifimizi dəyişmədik. Yəni 5-ci sinif üzrə mövzuları, Azərbaycan dilindən mövzuları bir-biri ilə əlaqələndirdik. Burada artıq sinif dəyişmiş olur. Burada artıq şagird 5-ci sinifdə fərz edək ki, Azərbaycan dilindən hər hansı bir məzmun xətti deyək ki, dinləyib anlama, oxuyub yazma, hər hansı bir məzmun xətti üzrə və yaxud da dil qaydalarını deyək, şagird 5-ci sinifdə dil qaydalarını keçirsə, bunu 6, 7, 8, 9, 10, 11-ci sinifdə də dil qaydalarını keçdikcə, deməli, bunları bir-biri ilə əlaqələndirir. Və şagird yadına salır ki, mən ötən illərdə, ötən siniflərdə mən bu mövzunu bu şəkildə keçmişdim və bugün öyrəndiyim biliklər ona daha yaxındır və onun daha ali formasıdır, daha mürəkkəb formasıdır. Yəni burada sinif səviyyəsi keçdikcə dəyişir və eyni məzmun xətti üzrə bu belə deyək inteqrasiya olunmuş olur. Həmin inteqrasiya ardıcıl, mərhələli və belə deyək dərinləşən olur. Yəni sadədən mürəkkəbə doğru nə olur? Biliklər dərinləşir. Biz fəndaxili üfüqi inteqrasiyada demişdik, sadəcə paralel olur. Yəni bir növ təsəvvürümüzdə canlandırmışdıq ki, soldan sağa doğru getdikcə belə deyək, paralel formada, üfüqi formada deməli eyni bir sinif daxilində mövzular inteqrasiya olurdu. Burada isə sinif artıq dəyişir axı. Sinif dəyişirsə burada pilləli inkişaf təsəvvürü bizim gözümüzdə yaranır və buna şaquli formada, biz şaquli inteqrasiya deyirik. Burada ona görə bacarıqların inkişafı ardıcıl, mərhələli və getdikcə dərinləşən, getdikcə belə deyək, mürəkkəbləşən formada olur. Bu bizim fəndaxili üfüqi və şaquli inteqrasiya mövzumuza aiddir. Baxın, burada qeyd etmiş ki, mövzuların fərqli siniflər üzrə ardıcıl əlaqəsi, biliklərin dərinləşdirilməsi və inkişafı, tədrisin davamlılığının təmini. Daha sonra keçirik ikinci deməli inteqrasiya anlayışı olan fənlər arası inteqrasiyaya. Baxın, adından da məlum olduğu kimi fənlər arası inteqrasiya. Bayaqları biz fəndaxili inteqrasiya dedik. Azərbaycan dili fənnini misal götürdük. Eyni bir fənnin daxilində eyni sinif və müxtəlif siniflər arasında inteqrasiyanı böldük. Burada isə artıq fənlər arası, yəni Azərbaycan dili fənninin digər fənlərlə əlaqəsindən deməli mövzu açırıq. Digər fənlərlə
Təkcə burada Azərbaycan dilini biz misal götürürük. Fərqli fənlər ola bilər. Fərz edək tarixlə Azərbaycan dilinin, Azərbaycan dili riyaziyyat, riyaziyyat coğrafiya, kimya, biologiya fənlərinin bir-biri ilə inteqrasiyasından, əlaqəsindən biz danışa bilərik. Yəni bütün fənlərin burada bir-biri ilə əlaqəsini biz misal göstərə bilərik. Baxın, sadə misal çəkək. Fərz edək ki, kimya və biologiya mövzularını götürək, fənlərini götürək daha doğrusu. Kimya fənnindən, daha doğrusu biologiya fənnindən insan orqanizmi mövzusunu keçəndə, insan orqanizmində maddələr mübadiləsi, kimyəvi proseslər, bölünmələr anlayışını keçdikdə, deməli bu biologiya fənninin eyni zamanda kimya fənni ilə əlaqəsidir. Yəni kimyəvi bölünmələr, kimyəvi reaksiyalar, maddələr mübadiləsi, bu kimi anlayışlar həm kimya, həm də biologiya fənnində öz əksini tapır. Eyni ilə riyaziyyat fənni ilə fizika fənninin bir-biri ilə əlaqəsindən, tarixlə ədəbiyyatın bir-biri ilə əlaqəsindən və sair bu kimi biz əlaqələrdən nümunə çəkə bilərik. Bu da oldu bizim fənlərarası inteqrasiya. Fənlərarası inteqrasiya qeyd etmişik burada müxtəlif fənlərin eyni mövzu ətrafında birləşməsidir. Baxın, eyni mövzu ətrafında birləşməsi. Fərz edək, Azərbaycan dili fənnində hər hansı bir mövzudan söhbət gedirsə, ədəbiyyat fənnində də ona uyğun eyni bir mövzu ətrafında belə deyək, söhbət getməlidir. Həmin mövzu ətrafında onlar birləşməlidir. Biliklərin kompleks şəkildə mənimsənilməsi. Yəni həm Azərbaycan dili fənnindən, həm biologiya fənnindən və yaxud da Azərbaycan dili ədəbiyyat və yaxud da Azərbaycan dili tarix fənnindən aldığımız məlumatlar hər iki fəndən və yaxud da hansı fənlərdən alırıqsa, bütün o fənlərdən aldığımız bütün məlumatlar kompleks şəkildə mənimsənilməlidir. Layihə əsaslı öyrənmənin tətbiqi, fənlərarası inteqrasiyada, yəni layihə əsaslı öyrənmənin də tətbiqi mövcuddur. Daha sonra bizim sonuncu inteqrasiyamız fənnüstü inteqrasiyadır. Fənnüstü inteqrasiya anlayışı nədir? Fənnüstü inteqrasiya anlayışı niyə mövcuddur? Yəni nəyə görə bu anlayış lazımdır? Fənnüstü inteqrasiya digər iki inteqrasiyadan biraz fərqlidir. Baxın, deməli, fənnüstü inteqrasiyada öyrənilən bütün biliklərin real həyatla və təcrübə ilə əlaqələnməsi, həyati bacarıqların şagirdlərdə formalaşdırılması və qlobal problemlərin həllinə yönəlmiş inteqrasiyadır. Yəni, bu inteqrasiya nə deməkdir? Belə deyək, fənnüstü inteqrasiya öyrənmə prosesində şagirdlərdə daha çox 21-ci əsr bacarıqlarını belə deyək, fəal şəkildə tətbiq etməyi tələb edir. Yəni burada biliklərin artıq real həyata, təcrübəyə neynəmək, real həyat və təcrübə ilə əlaqələndirilməsindən söhbət gedir. Fənnüstü inteqrasiya, öyrəndiyimiz bütün bu fən daxili inteqrasiya, deməli, fənlərarası inteqrasiya, bir sözlə şagirdlərin öyrəndikləri bütün biliklər, bütün bacarıqlar, bütün bu proseslərin sonda belə deyək, praktiki olaraq öz həyatlarına tətbiq etmələri. Yəni praktiki olaraq bunu öz həyatlarında təcrübə etmələrinə bir növ fənnüstü inteqrasiya kimi biz baxa bilərik. Fənnüstü inteqrasiyada şagirdlərdə problem həll etmə, tənqidi düşünmə, əməkdaşlıq, məsuliyyət və qərar vermə bacarıqları formalaşdırır və fənnüstü inteqrasiya şagirdlərdə 21-ci əsr bacarıqlarını fəal şəkildə həyatda tətbiq etmə bacarığını formalaşdırır. Yəni, bütün biliklərin real həyatda kompleks şəkildə istifadə olunması, şagirdlərin problem həll etmə, tənqidi düşünmə, qeyd etdik ki, onların əməkdaşlığı, ünsiyyət və sair məsuliyyət kimi bacarıqların inkişafına hədəflənmiş inteqrasiyadır. Həmçinin o şagirdlərin belə deyək, müxtəlif dəyərlərin, müxtəlif münasibətlərin şagirdə formalaşmasına, onların bilik, bacarıq və münasibətinin bir sistem kimi inkişaf etməsinə şərait yaradır. Bir növ şagirdlərin cəmiyyətin fəal üzvünə çevrilməsinə yönəlmiş
inteqrasiyaya biz fənnüstü inteqrasiya deyirik. Fənnüstü inteqrasiyanın əsas belə deyək məqsədi daha çox burada şagirdlərdə fən bacarığı deyil, real həyat bacarıqlarının formalaşdırılmasına və ölçülməsinə yönəlmiş bir inteqrasiyadır. Və bu məqsədə çatmaq üçün belə deyək, fənnüstü inteqrasiyadan istifadə edilir və fənnüstü inteqrasiyadan daha çox bir vasitə kimi istifadə edilir. Yəni həmin məqsədə çatmaq üçün fənnüstü inteqrasiyadan şagirdlər bir növ belə deyək, vasitə forması kimi fənnüstü inteqrasiyadan istifadə etmiş olurlar.